Mübarek olsun, mübarek olsun. Ad günün mübarek olsun, mübarek olsun, mübarek olsun. Deməli, bunların da saxta qısqanclıq şeyləri olmasın da. Deyilənə görə bu transdır, transgender, LGBT. Ay Allah, necə də baxır bu neməsə uğraşıyor. Faşist köpək oğlu. Qum şəhərinin siyasi təhlükəsizlik qurumu elan edib ki, siğə, yəni müvəqqəti kəbin əlaqəsindən 7000 uşaq dünyaya gəlib. Salam dostlar, xoş gördük. Əziz dostlar, həmişə videonu axıra qədər izləyin, sonra fikirlərinizi yazın zəhmət olmasa. Aklas dondurmaları, keyfiyyətə önəm verənlər üçün. Əziz dostlar, Amerikadan, Çindən və yaxud da Koreyadan avtomobil sifariş eləmək istəyirsiniz, amma hər kəsə güvənmirsinizsə, aşağıdakı WhatsApp nömrəmlə əlaqə saxlayın. Biz sizin üçün saf və ucuz qiymətə yaxşı avtomobillər gətirə bilərik. Dostlar, bu yaxınlarda bir xəbər gördüm. Xəbər deyəndəki paylaşım idi, kimsə paylaşmışdı. Bülbülə klubuna, yəni Bülbülə mədəniyyət evinə nəsə tədbir olub. Bir müğənni çağırıblar. Gəl baxaq ən yaxşısı. Deyilənə görə bu transdır, transgender, LGBT. Nəysə bunu çağırıblar, orada müğənnilik eləyib, oxuyub tədbirdə, özə vətənlə bağlı nəysə bir tədbirdir. Bayrağı da belə qəribə asıblar, tərsinə asıblar. Deyək ki, bir konsertdir, hansısa restoranda, məclisdir filan, transgender müğənnini çağırıblar. Səsi də yoxdur. Bizim translarımız da bədbəxt günündədir. Yəni, səsi olsa, məsələn, Bülent Ersoy görmüsünüz də, Bülent Ersoy, bomba səsi var, fakt. Amma bizimkinin səsi də yoxdur. Yəni, biz, bilməm, translarımız da ilk günündədir. Müğənnilərimiz də təbii ki, bəziləri. Nə bilim, bir şənlik filandır, yəni çağırıblar cəhənnəmə ki, lap tutaq ki, səsi də var, səsi yoxdur, cəhənnəmə ki, hə. Siz vətənlə bağlı, müharibə ilə bağlı, 44 günlük, yəni vətən müharibəsi ilə bağlı tədbirə, bunlar nə yiyiblər, nə içiblər, nə çəkiblər, transgender, özdə səsi olmayan transgender müğənni, özünə müğənni deyən birini gətiriblər, yəni Bülbülə klubu, yəni mədəniyyət evi, dövlət qurumunun, yəni Mədəniyyət Turizm Nazirliyinin nəzdində olan bir şeydir. Çağırıblar orada, bilməm, bunlar, valla, qorxmursunuz siz. Ən azından oranın cəmaatından da qorxmursunuz. Orada oturanlar nə ağılla oturublar, nə fikirləşirlər. Yəni, biri bir dənə çıxıb, bir dənə deməyib ki, bu nədir çıxartmışsınız bura? Yəni, insanlar bu qədər mi pasiv olublar, belə yatıblar fil qulağında? Yəni, bu nə şeydir, bu nə zatdır? Yəni, bunu eləyən, bunu təşkil eləyən sənin boyvi yerə soxum. Ay Allah, necə də baxır bu neməsə uğraşıyor. Faşist köpək oğlu. Deyib, o Pülkorzada oturan qaşqalda. Zəhləm gedir də bunlardan, Quran haqqı, Allah haqqı. Köküm burada olmasın, cəhənnəm olub gedərdim. Mama necə el içdim? Valla. Tanıram ya. Ölkəsi qəşəngdir, amma gəl ki, milləti pox. Bu Azərbaycanlıdır. Səviyyəsiz birisi gedib çıxıb Almaniyada miqrantdır ya vətəndaşdır, bilmirəm, yaşayır orada və Almanları təhqir eləyir. Birincisi, ölkənin yaxşı olmağında səbəb o həmin xalqdır. Yəni, xalq o ölkəni ölkə eləyib. Sən də səni kimi sonradan görmələr də getmişsiniz orada, adam olmuşsunuz. Oranın, o dövlətin pulu ilə yaşayırsınız orada və durub Almanları təhqir eləyirsiniz. Ola bilər, hə, indi hər xalqın pisi var, yaxşısı var, yəni söhbəti yox. İndi bir-iki nəfər bunun qarşısına çıxıb, belə deyək də, yaxşı biri çıxmayıb, bütün Alman xalqını bu adam təhqir eləyir. Yəni bu. Burada da yazılıb ki, TikToker Arzunun bu sözlərə görə Almaniyadan deport edirlər. Bu TikTokda paylaşıb, inanmıram belə şeyə. Tək eləsinlər, yəni tək deport eləsinlər. Mənim də xalqımı kimsə təhqir eləsə deport eləyib, rədd eləyərəm. Təpiyi vurarım dalına da bas bayrağı. Xoşun gəlmir ki, cəhənnəm ol. Hansı ölkəni istəyirsən orada yaşa. Gedib Almaniyada adam olmusan, Almanları söyürsən. İnşallah ki, bunu deport eləsinlər, gəlsin Azərbaycana, sonra Almanlar üçün burnunun ucu göynəsin. Qum
Qum şəhərinin siyasi təhlükəsizlik qurumu elan edib ki, müqəddəs şəhəri ziyarətə gələn xaricilərlə İranlı qadınların siğə, yəni müvəqqəti kəbin əlaqəsindən 7000 uşaq dünyaya gəlib. Bu kişilər əsasən Əfqan, Pakistanlı, Hind, Afrikalıdır və qadınları cinsi münasibətdən sonra hamilə buraxıb dönüblər ölkələrinə. Hazırda qadınlar bu uşaqları tək başına böyütməyə məcbur qalıblar. Qeyd edək ki, statistika ancaq 1 milyon əhaliyə sahib Qum şəhərinə aiddir. Əsasən Qum şəhərində eləyirlər. Niyə? Çünki Qum şəhəri İranın ideoloji mərkəzidir. Tehrandan öndədir. Yəni bunu belə deyək, kim idi bunu eləyən? Qum şəhərinin siyasi təhlükəsizlik qurumu elan eləyib. Yəni mən elan eləmirəm. 7000 bu uşaq da, indi başqa şəhərlərdə də var ha. Əsasən bu 7000 uşaq da sabah birisi gün bunları götürəcəklər, atasız uşaqlardır, yetim uşaqlar götürəcəklər bunları Sepahın tərkibinə və Sepah da bilirsiniz İranın güc strukturudur. Azərbaycanı təhdid edən, sonra nə bilim başqa ölkələri təhdid edən amma bir bok yeyə bilməyən üzvləri, nə bilim zabitləri, generalları yatan yerdə yatan yerdə gəbərdilən. Yəni məlum məsələ. İrana da belə şey lazımdır. Belə şeyi eləyiblər ki, sabah birisi gün öz əskərlərini şey eləyirlər. Sonra da çıxıb deyirlər ki, İranın ordusu Həzrəti Mehdinin ordusudur. Siğa Production təqdim edir. Ərəb şeyxi Alman istehsalı olan avtomobilindən yerə düşdü. Rus istehsalı olan liftə mindi. İtalyan istehsalı olan qapını açarkən Koreya istehsalı olan geyimini və Tayvan istehsalı olan əbasını düzəltdi. İsveçrə istehsalı olan saatına baxdı. Bangladeşli xidmətçisi və övladlarının İndoneziyalı müəlliminə Amerika istehsalı olan telefonundan zəng edərək danışdı. Daha sonra iri addımlarla irəliləyərək Yunan metlaxı ilə bəzədilmiş dəhlizə çıxdı. Gözünə qalstuk taxmış mühafizəçisi sataşdı. Şeyx dedi, qalstuk taxma oğlum, qalstuk kafir qərbin simvoludur. Görürəm, əsasən də İran meyilli dindarlar qalstuka belə kafir, küfür, cəhənnəmdə yandıracaq bir geyim kimi baxırlar. Halbuki, məsələn, kostyum da qərbin geyimidir. Kostyumu geyinirlər, amma qalstuk taxmırlar. Qalstuk kafir, şeytanın rəmzidir. Sənin geyindiyin kostyum, yəni pencək şalvardan gedir də söhbət. O haranın geyimidir? Yəni geyimlə ölçürlər bunlar cənnət, cəhənnəmi. Kimin, məsələn, bax, İslam dininin düşmənləri bunlardır. İndi bu çox güman ki, qurama bir şeydir, amma həqiqətdə var da, yəni bəziləri, məsələn, başqa cür geyinirlər, qədimi stildə, əmmamə, cübbə, filan bəsməkan. Fikirləşmir ki, məsələn, deyir ki, Peyğəmbərimiz belə geyinib. Yəni, biz də ona görə belə geyinirik. Yəni, geyimin də, müasir geyim, məsələn, belə geyinin. Buna görə Allah sizi cəzalandırmayacaq. Bu günah deyil. Normal geyimdir. Yəni, müasir, dəbə uyğun geyinin. Yəni, məcbur deyilsiniz. Yenə geyinə bilərsiniz onu. Bu olsa başqalarına belə, sən əmmaməli filan bəsməkan, başqasına baxırsan belə kostyum geyinib, müasir geyinib, bu cəhənnəmlikdir. Ya da ki, kafir geyimi geyinib. Sən kimsən? Belə də ki, sənin o geyimin var əynində. 9-cu əsrin, nə bilim, 15-ci əsrin geyimi var. Onu o vaxtı Peyğəmbərin düşmənləri də o vaxt elə geyinib. O Peyğəmbərin düşmənləri bəyəm o vaxtı kostyum qalstuk taxıblar. O geyimi onlar da geyinib. O dövrün geyimi o olub, dəbi o olub. Geyimlə bunlar öz imanlarını göstərirlər öz aləmlərində. Təbii ki, bu şeyə aid deyil, dostlar. Kim nə istəyir, geyinə bilər. Məsələn, bu adam geyinir, deyir ki, mən Peyğəmbər dövründəki kimi geyinirəm. Amma başqasının geyiminə qarışmırsa, onlara sözüm aid deyil. Başqalarına söz soxan, amma buradan hər cür bok yiyən, özlərini dindar kimi göstərən saxtakarlara da sözüm. Yəni, mənim həqiqi dindarlarla işim yoxdur. Yəni, kim necə istəyir, elə də geyinə bilər. Mübarek olsun, Akgül'ün mübarek olsun, mübarek olsun, mübarek olsun. Deməli, bunların da saxta qısqanclıq şeyləri olmasın da, valla. Yox, təbii ki, mən tərəfdarıyam, kişi öz sevgilisini, nişanlısını, həyat yoldaşını qısqanar, qısqanclıq normaldır, qısqanmayan kişi deyil. Yəni, kişi öz yoldaşını qısqanmalıdır. Bu norma budur, kişinin fitrəti budur. Amma, məsələn, təsəvvür eləyin ki, indi bir kişi çıxır efirdə arvadın dalıyca hər cür əxlaqsız sözü deyir,
nə bilim, böhtan atır, ya atmır, bilməm, gerçəyidir, orasını bilmirəm, qarışmıram. Amma sonra rola gedir, bu artıq kişilikdən deyil. Kişi ümumiyyətlə həyat yoldaşı haqqında fərqi yoxdur. Əxlaqlı, əxlaqsız, yəni əxlaqsızdan boşanandan sonra belə söz deməməlidir. Qurtardın ki, çox, yəni artıq söz deməməlidir. Köhnə kişilər belədir. Yəni. İndi bilməm, indi zibili çıxıb girirlər, çəkirlər, zad edirlər. Onları da qınamıram. İndi alimentə görə filan bunu əl atırlar. Sən bunu çəkirsən, məsələn, çəkdin, paylaşdın, aliment vermədin, amma adıva nə gəldi, ləkə gəldi ki, filan kəs, yəni bir ömür danışacaqlar. Ona görə də dostlar, saxta qısqanclıq hisslərini xahiş edirəm, bunlar yığışdırsınlar. Nə var odur. Gedib bir yerdə oxuyursan məclisdə, bu adam da neyini, belə əlim qoydu, da neyini. Neyse dostlar, Musa Təranə cütlüyünə videolarımda çox belə deyək, tənqid eləmişəm bəzi hərəkətlərini. Yəni hərəkətləri normal olsa niyə eləyim? Məsələn, o qədər başqa cütlüklər var ki, müğənni cütlüklər. Mən heç onlara bir kəlmə də söz deməmişəm. Çünki qarşıma yanlış bir şeyləri çıxmayıb. Amma bunlar çox belə deyək, şey eləyirlər, özlərini göstərirlər. Mən inanıram ki, yəni bu adam kameranın qabağında olduğu üçün götürür, qaqaşı itələyir, yəni o tərəfə çəkir, qoymur da Təranənin çiyninə əlini qoysun. Kamera olmasaydı bəlkə də heç yəni, şey eləməzdi, yəni, reaksiya verməzdi. Nə bilim, valla xeyirlisi. Özünüzə yaxşı baxın dostlar, görüşərik, hələlik.